Deməli, hər kəsə diqqətlə izləməyi tövsiyə edirəm. Xanımımız 11 illik menopauzadadır və 11 ildən sonra deyir ki, 5 aydır qanlı ifrazatları olur, lakin həkimə gəlməkdən imtina edib, təkidlə həkimə gətirilib. Müayinə zamanı nə görürük? Çox qalın, qeyri-homogen strukturlu endometriya və uşaqlıq boyunu tamamilə əzələ qatına sirayət edən belə bir əlavə izləyirəm. Əziz xanımlar, əgər siz menopauzadan sonra azacıq qanlı ifrazat belə görürsünüzsə, mütləq şəkildə həkimə müraciət etməlisiniz. Mütləq ilkin ultrases müayinəyə düşməlisiniz. Çünki ultrases müayinə tam fəsadsız, ağrısız, yüksək informativ, yəni bizə çox yüksək məlumat verən müayinə metodudur. Özünüzə qarşı bu qədər laqeydlik əslində yol verilməzdir.